Salam hər kəsə, mən nəzarət ölçü cihazları avtomatika üzrə texnik Hüseyn Abdullayev. Bugün bu videoda Trex kalibratoru, transmittir, yəni ötürücümüz və multimetr arasında ardıcıl dövlənin qurulmasını tam şəkildə göstərəcəm. Bu bizim multimetrimizin naqilləridir. Əvvəlcə müsbət naqilimizi burada bağlayırıq. Çıxış naqilimiz isə koma keçiririk. Bu bizim naqillərimizin uç hissəsidir. Bu bizim Trex kalibratorumuzun naqilləridir. Burada folderlər qoşmuşuq, yəni özümüz qidalandıracağıq. Əgər izləyənlər olubsa mənim videomu, bu Trex kalibrator haqqında videoda məlumat vermişəm. Deməli, buradan müsbəti bağlayırıq bu hissəyə, gördüyünüz kimi. Multimetrimizin də müsbət ucunu buradan bu hissəyə keçiririk. Aha, keçdik. Bu isə bizim kalibratorumuzun mənfi ucu, bu isə testerimizin, yəni multimetrimizin kumu, bunu da mənfiyə keçiririk. Buradan milliamperə qoyuruq. Bunu AC-ni DC edirik, çünki biz sabit gərginliklə işlədiyimizə görə DC elədik. Gəldirik bura, hartı seçirik. Yes, transmittir. Gördüyünüz kimi 119 milliamper çıxış siqnalı var. Bu da bizim transmitterimiz işlək vəziyyətdədir. Buradan baxırıq. Burada da 4.118 milliamper. Baxın, hal-hazırda 418. Deməli, indi belə edirik. Buradan giririk, daxil oluruq. Device setup. Diaq servis. Loop test edəcəm indi. Deməli, mən vermək istəyirəm 20 milliamper. Baxın, görürüm, multimetr nə göstərir. Okey. Zəhmət olmasa. 20 milliamperdə 100% göstərir transmitterimiz. Daha sonra verirəm 12 milliamper. Okey. 50%, 12 milliamperimiz. 50%imiz. Deməli, bugün mən burada Trex kalibratoru, transmitter və multimetr arasında ardıcıl dövrə qurdum. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Videolarıma baxıb bəyənib abunə ola bilərsiniz. Çox sağ olun.